Salam əziz uşaqlar. Bugünkü mövzumuz zəlzələlər necə baş verir? İlk olaraq araşdırma sualları ilə başlayırıq. Zəlzələlər necə baş verir? Zəlzələni qeydə alan cihazın iş prinsipi necədir? Azərbaycanın hansı rayonlarında güclü zəlzələlər baş vermişdir? Ölkəmizdə zəlzələnin baş vermə səbəbi nədir? İndi isə suallarımıza cavab axtaraq. Zəlzələlər necə baş verir? Yer səthinin müəyyən müddət ərzində titrəyərək tərpənməsi zəlzələ hadisəsidir. Litosfer tavalarının hərəkətləri nəticəsində yerin daxilində enerji toplanır. Zəlzələ ocağında toplanan bu enerji seysmik dalğalarla yer səthinə yayılır. Yer səthində bu dalğaların ən güclü olduğu mərkəz epitsentr adlanır. Seysmik dalğalar çox güclü olduğu zaman yer səthində böyük dağıntılar əmələ gəlir. Biz burada şəkilə baxanda diqqət edərik, görürük ki, litosfer tavaları bir-birindən müəyyən qədər uzaqlaşır. Nəticədə zəlzələ ocağı yaranır. Zəlzələ ocağının yaranmasının düz üst hissəsində diqqət edərsinizsə, epitsentr, yəni seysmik dalğaların ən güclü olduğu mərkəz yerləşmiş olur. Zəlzələnin baş verməsini öncədən bilmək olarmı? Zəlzələlər yer qabığında ani titrəyişlər yaratdığı üçün onu əvvəlcədən dəqiqliklə müəyyən etmək olmur. Lakin zəlzələlərin baş vermə ehtimalı olan əraziləri əvvəlcədən müəyyən etmək olur. Zəlzələlərin gücü necə ölçülür? Zəlzələləri qeydə almaq üçün seysmoqraf adlanan xüsusi cihazdan istifadə olunur. Seysmoqraf seysmik dalğaları ölçür. Seysmoqramda qeydə alınmış xətti dalğaların hündürlüyü zəlzələnin şiddətini göstərir. Zəlzələnin gücünü təyin etmək üçün Richter cədvəlindən və ya şkalasından istifadə olunur. Gəlin indi isə Richter şkalasına tanış olaq. Burada baxdığımız zaman görürük ki, 1-2 bal gücündə zəlzələlər adətən hiss olunmur. 3-4 bal arası zəlzələlər isə kiçik titrəyişlərlə hiss olunmuş olur. 5 ballıq zəlzələdə artıq pəncərələrin sındığını müşahidə etmiş oluruq. 6-7 bal arası zəlzələlərdə isə binalarda çatlar əmələ gəlmiş olur. 7 baldan yuxarı zəlzələdə, yəni 8-9 arası zəlzələlərdə binalar çökür, torpağın sürüşməsi baş vermiş olur. 9 baldan yuxarıda isə ölüm halları ilə nəticələnən ciddi dağıntılara səbəb olan hallar müşahidə olunur. Yer səthinin müxtəlif hissələrində hər gün çoxlu sayda zəlzələlər baş verir. Bəzi hallarda zəlzələlər elə zəif olur ki, onu xüsusi cihazlar vasitəsilə ölçürük. Çox güclü zəlzələlər şəhərlər və digər yaşayış məntəqələrində dağıntılara səbəb olur. Dünyada ən güclü zəlzələ 1960-cı ilin may ayında Çilidə baş verib və bu zəlzələnin gücü 9 bal olub. Valdivya şəhərində dağıntıların baş verməsi ilə sakinlər zərər çəkmiş və şəhərə küllü miqdarda ziyan dəymişdir. Zəlzələnin təsirləri. Zəlzələlər ətraf mühit və insanların həyatı üçün fəsadlara yol açır. Belə ki, binalar çökür, körpülər və yollar dağılır. Torpaq sürüşür, borular yararsız hala düşür. İşıq və internet kabelləri zədələnir. Əhalinin sıx olduğu ərazilərdə zəlzələlər insanların tələfatına və ciddi yaralanmasına səbəb olur. Tsunami. Okeanda baş verən güclü zəlzələr tsunami ilə nəticələnir. Tsunami zəlzələ baş verdikdə yaranan nəhəng su dalğasıdır. Bəzi hallarda dəniz və ya okean sularının quru səthinə daxil olmasına yol açır. Tsunami baş verən ölkənin büdcəsinə küllü miqdarda ziyan dəyir. Göygölün yaranması. Heç düşünmüsünüzmü Göygöl necə yaranıbdır? Ölkəmizin ərazisi Avrasiya və Ərəbistan litosfer tavalarının toqquşma sərhəddində yerləşmişdir. Məhz bu səbəbdən ölkəmizin bütün zonalarında seysmiklik müşahidə olunur. Məsələn, 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ böyük dağıntılara və insan tələfatına səbəb olmuşdur. Güclü zəlzələ uçqun törədərək Ağsu çayının qarşısını kəsmişdir. Bunun nəticəsində Göygöl əmələ gəlmişdir. Azərbaycanda baş verən digər böyük zəlzələlərdən biri isə Şamaxı şəhərində olmuşdur. 1902-ci ilin yanvar ayında baş vermiş təbii fəlakət zamanı Şamaxı şəhərinin böyük bir hissəsi dağılmış
və tarixi abidələrimizin müəyyən bir hissəsi məhv olmuşdur. Zəlzələ zamanı hansı təhlükəsizlik tədbirləri görmək olar? Zəlzələnin baş verdiyi anda təhlükəsizlik tədbirlərinə riayət etsək, özümüzü təhlükədən qismən də olsa qorumuş olarıq. Bunun üçün sadalanan tədbirləri yerinə yetirmək vacibdir. Pəncərələrdən uzaq durmaq lazımdır. Liftlərdən istifadə etməyin. Qapının girişində dayanmayın. Evi tərk etməyin. Masanın altında başınızı və boynunuzu tutun. Bugünkü mövzumuz bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm.